Türkiyə ilə Rusiya arasında məlum təyyarə insidenti Azərbaycana da təsirsiz ötüşmür. Burada iqtisadi amillərlə yanaşı siyasi və hərbi məsələlərdə də müəyyən addımlar atılır. Rusiya Türkiyə ilə sərhəddə hərbi qüvvələri gücləndirir. Ermənistana da yeni hərbi texnika göndərib. Türkiyə ilə Rusiya arasında münasibətlərin kəskinləşməsi fonunda Rusiya Ermənistandakı hərbi bazalarını yenidən gücləndirir. Rusiya ordusunun Cənub hərbi dairəsinin yaydığı açıqlamaya görə Ermənistanın 102-ci Gümrü hərbi bazasına əlavə olaraq 7 zərbə və nəqliyyat helikopteri göndərilib. Bildirilir ki, Rusiyanın İrəvan yaxınlığındakı Erebuni hərbi hava bazasına da Mi-24P, Mi-8T vertolyotları çatdırılıb. İlin sonuna qədər helikopterlərin növbəti partiyasının da göndərilməsi nəzərdə tutulur. Politoloqların fikrincə bu addım Prezident Vladimir Putinin Türkiyə-Ermənistan sərhəddinə S-400 zenit raket sistemləri, radioelektron mübarizə vasitələri və digər döyüş texnikasını yerləşdirmək barədə əmrinə əsasən atılıb. Təbii ki, bu Azərbaycan maraqlarına toxunur. Çünki bir tərəfdən Ermənistan yenə də silahlanır, digər tərəfdən o öz forpost statusunu möhkəmlədir. İndi artıq biz hərbi forpost statusundan danışa bilərik. Ona görə də biz bu məsələni diqqətdən kənarda saxlaya bilmərik və lazım gələrsə diplomatik yollarla, hərbi bizim təşkilatların yolu ilə biz gərək Rusiya əlbəttə göz münasibətimizi bildirək. 1995-ci ildən aktiv fəaliyyət göstərən Erebuni hərbi bazasına artıq Rusiyanın 18 MiG-29 qırıcısı cəmləşdirilib. Rusiyanın Ermənistana əlavə hərbi qüvvələr yerləşdirməyə başlaması həm də Qarabağ münaqişəsi zonasında vəziyyətin növbəti dəfə kəskinləşdiyi vaxtda baş verir. Ehtimal olunur ki, Rusiya Ermənistana əlavə qüvvələr cəmləşdirməklə Türkiyəyə güc nümayiş etdirmək istəyir. Eyni zamanda mesaj verir ki, Türkiyənin regiondakı müttəfiqinə hərbi dəstək verərək Qarabağ münaqişəsi ətrafındakı status kvonu dəyişdirməsi istisnadır.